Salam hamıya. Bugün sizə pronoun testlərini izah edəcəm. Gəlin vaxt itirmədən başlayaq birinci sualdan. Deməli, birinci sualda mənim diqqətimi əvvəla, deməli, bu boşluqdan sonra gələn minerals sözü çəkir. Minerallar deməkdir, yəni isimdir. İsim olanda həmişə deyirik ki, it's-dən və ya his-dən başqa bütün s ilə bitənləri silmək lazımdır. Yəni D variantı theirs s ilə bitir silirəm, E variantı hers s ilə bitir silirəm. Çünki bunlardan sonra isim gəlməz. Və C variantında da it apostrof s-i silmək lazımdır. Çünki it apostrof s-dən sonra da isim gəlmir. Deməli qalır A və B variantları. Hər ikisindən sonra da isim gələ bilir. Sadəcə olaraq bu şəkildə ikisinin arasında qalanda gəlin boşluqdan əvvələ mütləq baxın. Boşluqdan əvvəl cəm isim varsa cavab there olacaq. Boşluqdan əvvəl cəm isim yoxdursa cavab it's olacaqdır. Baxıram ki, boşluqdan əvvəl cəm isim yoxdur. Buna görə də təklik var deyə it's yazıram. The company exploited the land. Deyir ki, şirkət torpağı istifadə elədi, torpaqdan faydalandı. Minerallarına görə, nəyin minerallarına görə? Onun minerallarına görə, yəni torpağın minerallarına görə, torpaq da təkdə olduğuna görə it's işlənməlidir. Gəlirəm yenə 2-də. Burada leg işlənibdir. Leg qıç deməkdir, ayaq demək, qıç deməkdir və bu zaman yenə isimdir. İsim olduğuna görə mən it apostrof s-i silirəm, ondan sonra isim gəlməz. It-i silirəm, itdən də sonra isim gəlməz. It's qalır, hers-dən sonra isim gəlməz, himdən sonra isim gəlməz. Geriyə qalır cavabımız it's. Və burada the dog, itdən söhbət gedir. O da orta cins olduğuna görə it's-dən istifadə eləmək lazımdır. 3-də yenə architecture işlənibdir. Memarlıq deməkdir. Memarlıq, deməli bu bir isimdir. İsim olduğuna görə B variantından it apostrof s-i çıxıram. C variantı theirs s ilə bitir. Bunu çıxıram. D variantı qalsın və E variantında itself-i çıxıram. Ümumiyyətlə, qayıdış əvəzlikləri myself, itself, himself, herself və s. bunlardan sonra isim gəlməz. A və D variantları qalır. Yenə eyni üsulu yoxluyuram, gəlirəm boşluqdan əvvələ baxmağa. Boşluqdan əvvəl cəm isim varmı? Baxıram ki, heç biri cəmdə deyil. Buna görə də there olan variantı da silirəm. Düzgün variant olur A variantı. Və 4-cü sualda, deməli bu sualda her yoxsa sana baxmaq lazımdır. Mənim tövsiyəm, əgər çox zəif deyilsə ingilis diliniz, tərcümə eləməyə çalışın. Her sons, onun oğlunun. Buradan artıq bizə məlumdur ki, söhbət ondan yox, onun oğlundan gedir. Onun oğlunun qiymətlərindən gedir. Onun oğlu hansı cinsdədir? Kişi cinsindədir. Kişi cinsində də olan yeganə variant E variantı his olacaqdır. Və burada təklik olduğuna görə theirs-i başdan onsuz da silirik və oğlan kişi cinsi olduğuna görə her və hers-i silirik. Düzgün variant qalır E variantı. Bəzən şagirdlər hör və hizi qarışdırırlar. Hər zaman öz şagirdlərimə də deyirəm. Hör qadın cinsidir. Belə yadınızda saxlayın ki, hörmək saçlarını qadınlar hörür. Buna görə də hiz olacaq kişi cinsi, hör olacaq qadın cinsi. Və 5-ci suala gəlin baxaq. Burada suggestion sözü işlənibdir. Suggestion təklif deməkdir, isimdir. Tutalım ki, heç mənasını bilmirsiniz. Sonuna baxın. Bu şəkilçidən biləcəksiniz ki, bu isim düzəldən şəkilçidir. Buradan da bilirsiniz ki, isimdir və cümlənin sonunda ən nəhayəki isim yoxdur. Deməli, asan olan sizə hansı tərəfdir, o hissədən də başlayın. Mən belə başlayardım ki, cümlənin sonunda işlənir yiyəlik bildirənlərdən, deməli, mine və digər sonu s ilə bitənlər. His, hers, ours, theirs və s. Yəni, B variantı səhvdir. Maydan sonra bir isim gəlməli idi. Amma burada isim olmadığına görə B səhvdir. C səhvdir. Yordan sonra da bir isim gələrdi. Geriyə A, D və E variantları qalsın. Suggestion'da isim olduğuna görə mine'dan sonra isim gəlməz və digər s ilə bitənlərdən sonra da isim gəlməz. Yorsdan sonra da isim gəlməz. Geriyə qalır E variantı. Və 6-cı sualda this region is famous for beautiful lakes. Deyir ki, gözəl lakes,
Göllər, gözəl göllər. Deməli, bu zaman isim vardı burada. Burada isim vardısa, buna uyğun cavab seçmək lazımdır. It apostrof s-dən sonra isim gəlməz və its və his istisna bütün s hərfi ilə bitənlərdən sonra isim gəlməz. Yəni its istisnadır, yəni its-dən sonra isim gəlir. C variantı doğrudur, amma digər s hərfi ilə bitənlərdən sonra isim gəlməz. Hers, theirs, ours bunlardan sonra isim işlənmir. Doğru variant olur C variantı. Regionda region deməkdir. Yəni bu artıq cansız olduğuna görə its-dən istifadə eləyirik. Və 7-ci sualda the police işlənib. The police polislər deməkdir və bunu biz öyrənmişik ki, bu söz həmişə cəmdədir. Yəni fərqi yoxdur. Sonunda ss olmasa belə bu söz cəmdədir. Mən təhlik bildirənlər çıxmalıyam. Yəni A variantı hi təhlik bildirir, E variantı hi təhlik bildirir. Geriyə digərləri qalsın. Burada deceive işlənibdir. Deceive görürəm ki, təhdədir də. Ona görə də B variantında çıxıram. Çünki dem cəmlik bildirir. Ona görə C və D variantı qalır. İndi biz his və himin arasında qalmışıq. Demək, mən gəlirəm, altından xətt çəkilmiş sözdən əvvəlkinə baxıram. Found işlənibdir. Found tapmaq deməkdir. Nə etmək? Feildir. Feil olanda obyektal yazırıq. Obyektal isə him olacaqdır. Doğru variant D variantı. 8-ci sualda, demək, burada both Helen and Susan var. Həm Helen, həm də ki Susan hər ikisindən söhbət gedir. Yəni 2 nəfərdir və cəmdədir. 2 nəfərdir, cəmlik bildirir. Buna görə də C variantını silirəm. Çünki she təhlik bildirir, amma burada 2 nəfərdən söhbət gedir. Və sonra baxıram ki, burada their işlənib 2 dənə. Their işlənibsə, bu altından xətt çəkilmiş sözdən sonra bu hissədə mütləq isim olmalı idi. Baxıram ki, isim yoxdur. R deyə bir ismimiz yoxdur. Ona görə A və D variantlarını da silirəm. Gəlirəm digər tərəfdə Julia seçilənib. Julia'nın, kimin, onun. Özündən sonra da isim gəlibdir. Mən demişəm ki, s ilə qutaranlardan sonra isim gəlmir. Yenə də deyirəm, its və his istisnadır. B variantı doğru variant olaraq seçilir. Vəssalam. 9 da yenə eyni qaydada. Burada 9-cu sualda yenə both Jean and Sue var. Demək, burada 2 nəfərdir. 2 nəfər olduğuna görə təhlik bildirəni silirəm. Yəni A variantı gedəcəkdir. Yenə burada baxıram ki, deməli, altından xətt çəkilmiş sözdən sonra hər hansı bir isim yazılmayıbdır. İsim yazılmayıbsa, their silinir. Ona görə D və E variantları səhvdir. Geriyə B və C variantları qalır. Sonra da Carol işlənibdir. Carol'un. Deməli, burada bir yiyəlik var, amma mən yenə də altından xətt çəkilmiş sözdən sonra gələnə baxıram. Görüm isim varmı? Place, bəli, yer deməkdir. İsimdir. İsim vardısa s ilə bitəni silirəm və geriyə qalır variantım B variantı. 10-cu sualda dishes işlənibdir. Burada artıq bir cəmlik var. Variantları qısaltmağa çalışıram. Yəni, nə qədər az variant geriyə qalırsa, o qədər də asan tapılır. Cəmlik olduğuna görə itləri silməliyəm. B və C variantları gedir. Bir saniyə. Aha, B və C variantları gedir. A, D və E variantları qalır. İndi mən nə edirəm? Yoxlayıram yerini. Ümumiyyətlə, D variantına baxın. D, ümumiyyətlə, şəxs əvəzliyinin adlı xalı, əgər həmin cümlə sual cümləsi deyilsə, qəti olaraq cümlənin sonunda işlənməz, işlənər cümlənin əvvəlində. Ona görə D variantını silirəm. Their-dən sonra isə mütləq bir isim gəlməlidir. Baxıram ki, altından xətt çəkilmiş sözdən sonra isim gəlməyib. Before isim deyil. Buna görə də geriyə qalır A variantı. Həm də ki, belə tapmaq olar. Wash, yumaq, nə etmək? Feildir. Feildən sonra obyektal gələr. Obyektal cümlənin ortasında işlənər və zem doğru cavab olaraq çıxır. 11-ci suala gəlin baxaq. Neither the merchants nor the shoppers knew how the crisis was going to affect budget. Deməli, budget büdcə deməkdir. Yəni isimdir. İsim olduğuna görə biz buradan C variantını silərik. Çünki it apostrof s-dən sonra isim gəlməz. Eləcə də B variantı s ilə bitəndən sonra özündən sonra isim gəlməz. Deyir s ilə bitir, özündən sonra isim gəlməz. Geriyə qalır və bizim D və E variantımız. It's təhlik olan yerdə işlənir, amma burada görün nə işlənibdir. Deyir, nə merchants, tacirlər, nə də ki, dükançılar belə deyək, krizin onların büdcəsinə nə qədər zərər verəcəyini bilmirdi. Yəni, burada artıq cəmlik var və canlı şəxslərdir. Buna görə də E variantı da gedir, doğru variant qalır D variantı və 12-ci sualda. Deməli, bu tip suallarda biz nə edirik? Normalda şəxsə baxmırıq.
baxırıq, yəni sözə baxırıq, onun cinsinə və s. uyğun olaraq düzgün cavabı seçirik. Məsəl üçün Mike olanda normalda Mike kişi cinsidir, ona görə himself seçərdik. Sadəcə bu tip suallarda seçə bilmirik. Niyə seçə bilmirik? Çünki artıq bu xitab var burada. Bunda xitab olduğunu hardan bilirəm? Cümlədə vergül var. Ümumiyyətlə vergül olanda ya yourself yazırıq, ya da ki, əgər varsa yourselves. Sadəcə olaraq əgər yourselves arasında qalanda, tutam ki, indi burada yoxdur yourselves, amma tutam ki, var, olsa, nə edəcəksiniz? Həmin şəxsə baxacaqsınız. Mike məsəl üçün. Cəm vardısa orada yourselves, yəni cəm olanı, əgər tək vardısa tək olanı, yəni yourself seçəcəyik. Burada Mike artıq təklik bildirir. Buna görə də yourself-i seçmək lazımdır. Doğru variant B variantı. Gəlirəm 13-cü suala. 13-cü sualda deməli, I didn't like the style of the fur coats, but I liked colors. Deməli, burada colors rənglər deməkdir, isimdir. İsim gəlməyənləri başdan çıxsaq, B variantı gedir hers, D variantı gedir it apostrofesindən sonra isim gəlməz, E variantı gedir D-dən sonra isim gəlməz. Geriyə A və C variantları qalsın. Daha sonra baxıram ki, cəmlik var, yoxsa təklik var. Yenə boşluqdan əvvələ baxıram. Burada söhbət coatsdan gedir, paltolardan. Deməli, burada cəmlik var. Cəmlik olduğuna görə it's yazmırıq. It's təkliyi göstərir. Coat olsaydı, bəli, doğru cavab it olardı. It's olardı, daha doğrusu. Amma deyil. Bu cəmdədir axı. Ona görə deyir seçmək lazımdır. Deyir ki, mən xəz paltoların tərzini bəyənmədim, amma onların rəngini bəyəndim. Burada cəmlik var. Bildik ki, artıq söhbət paltolardan gedir, yəni cəmdən. 14-cü suala gəlin baxaq. Deməli, belə suallarda Joseph sizi çaşdırmasın. Bunun yanındakına baxmaq lazımdır. Joseph's little niece. Niece də bacı qızı və ya qardaşın qızına deyirlər. Yəni, nəticədə qadın cinsidir. Deməli, buna uyğun seçmək lazımdır. Digər bütün variantlar gedir. A, B, C və E variantları silinir. Geriyə qalır D variantı. Joseph'in balaca bacı qızısı bütün məsələləri özü həll elədi. Və 15-ci suala gəlin baxaq. Neither the teacher nor the students expected you to make such important decisions. Deyir ki, nə müəllimlər, nə də ki, şagirdlər sənin belə vacib qərarları özünün eləməyini gözləmirdi və ya sizin belə vacib qərarları özünüzün etməyini gözləmirdi. Yəni, burada you-ya fikir veririk. You olanda ya yourself, ya da ki, yourself seçmək lazımdır və doğru cavab 1 və 5, yəni A variantı olacaqdır. Və 16-cı suala gəlin baxaq. Deməli, 16-cı sualda deyir ki, whose book is this? Bu kimin kitabıdır? It is. Deməli, tutalım ki, cümlənin sonunda nöqtələr qoyulubsa, ən sonda, baxın buradakı kimi nöqtələr qoyulubsa, mənim cavabım ya mine olacaqdır, ya da ki, s ilə bitənlərdən biri. Baxıram ki, s ilə bitən heç nə yoxdur, doğru variant qalır mine. Niyə belə olur? Çünki mine və sonu dediyim kimi s ilə bitən yiyəlik əvəzliklər cümlənin sonunda işlənər və özündən sonra isim gəlməz. Zaten bunların adı isimsiz yiyəlik əvəzliklərdir. İsimsiz işlənirlər. Amma digərləri isimlidir. Yəni, their, my, her, our. Bunlardan sonra mütləq bir isim gəlməlidir. Hətta belə korana yox tərcüməsini də bilsəniz, bu əvəzliklərin cavab asan olur. Mənim deyib dayanmırıq. Mənim nəyimdir? Dalınca deyirik və onun deyib dayanmırıq. Təsəvvür, bu onun deyib dayanırsınız. Belə bir şey yoxdur da. Bu onun nəyidir? Bu onun çantasıdır. Bu onun ayaqqabılarıdır və s. Mütləq ismi işlədirik. Azərbaycan dilində də bu cürdür. Demək, ingilis dilində də eyni qaydanı tətbiq etmək mümkündür. Yəni 17-ci suala baxaq. Burada clock işlənibdir. Saat deməkdir. İsimdir və təhdədir. Təhdə olduğuna görə these, those, bunları silmək lazımdır. Və nəyə görə silinir? Çünki bu işarə əvəzliklərdir. This, that, those, these. Bunlar işarə əvəzliklərdir. İkisindən sonra cəm, ikisindən sonra tək gəlir. Çox vaxt bunu da qarışdırırlar. Mən demişəm ki, uzun yazılanlar, yəni 5 hərfli olandan sonra cəm isim gəlməlidir, amma balaca yazılandan sonra tək isim gəlməlidir. Yəni, buradakı kimi this, bundan sonra təhdə olan isim gəlməlidir. Doğru variant C variantıdır. Bəs D variantı, E variantı niyə səhvdir? Çünki bu, yenə deyirəm, isimsiz əvəzliklərdir. Sonu s ilə bitməyindən asanlıqla çıxa bilərsiniz. İsim gəlibsə, sonu s ilə gələnlər çıxın.
Və gəlin 18-ci suala baxaq. Deməli 18-ci sualda cümlənin formasına baxırıq. Formasına dediyim, daha doğrusu növünə, sualdırmı, inkardırmı buna fikir veririk. Görürəm ki, wasn't vardı. Demək ki, bu cümləmiz inkar cümləsidir. İnkar cümləsi olanda həmin cümləyə başqa bir inkarlıq yazmırıq. Yəni bir cümlədə iki inkarlıq olmaz. Yəni C variantı və D variantlarını silirəm. Geriyə qalır A, B, E və some, somebody, some'ın törəmələri də eləcə də inkar cümlədə işlənə bilməz. B və E variantlarını da silirəm. Doğru variant A variantı olaraq qalır. Deyə wasn't anybody in the house. Evdə heç kim yox idi. It was empty. O boş idi. Və 19-cu sualda burada movie işlənibdir. Movie film deməkdir və təkdədir və isimdir. Demək, isim olduğuna görə D variantından they və E variantından them gedir. Çünki they və themdən sonra isim gəlməz. A və B variantlarını da ona görə silirəm ki, those və these-dən sonra cəm isim gəlməlidir. Movie yox, movies olmalıydı. Doğru variant qalır this və this-dən sonra da təkdə olan isim gəlməlidir. Və 20-ci sualda burada artıq şəxs bəllidir. D işlənibdir. D işlənəndə themselves yazmaq lazımdır. Doğru variant D variantı. Bir cəmdə olanlar, bir iki nəfərin adı və D olanda mütləq themselves işlətmək lazımdır. 21-ci suala gəlin baxaq. Whose money is this? Bu kimin puludur? Söhbət nədən gedir? Puldan gedir. Yəni pul cansızdır və təkdədir. Cəmlik bildirən hər şeyi silərik. A variantı, E variantı gedər. Pul yenə cansızdır. Ona he demək olmaz. C variantı da gedər. B və D variantı qalır. Və it's is demək olmaz. Çünki it's onun deməkdir. Bundan sonra işlənməz. It is deyərik. Ona görə doğru variant B variantı olacaqdır. Və gələk 22-ci suala. Deməli, 22-ci sualda the teacher wanted, müəllim istədi, to discuss this interesting question, bu maraqlı sualı müzakirə etməyi. Deməli, burada əsas məsələ nədir? Burada işlənən wanteddir. Deməli, wanted feildir, istədi, nə etdi? Feildir. Feildən sonra şəxs əvəzliyinin obyekt halı gələr. Obyekt halı da them olacaq. Doğru variant olur elə A variantı. Ümumiyyətlə, we və they, bunlar cümlənin ortasında işlənmir. Şəxs əvəzliyinin adlı halı cümlənin başında işlənir. Çünki cümlənin mübtədası olur. Mübtəda da ortada işlənməyəcək ki, mübtəda cümlənin başında işlənir. Ona görə B və D variantlarını silirik. Yerdə qalan C və E-yi də ona görə çıxırıq ki, their və yourdan sonra isim gəlməlidir. Amma burada to gəlibdir. To da məslərin tərkibidir, məslərdir deyə burada düzgün olmayacaqdır. Və gəlirəm 23-cü suala. Burada da Mr. Simpsons yazıb, or your aunt yazıbdır. Deməli, whose house is this? Bu ev kimindir? Cənab Simpsonun, yoxsa sənin xalanın? Deməli, burada nə var? Yiyəlik var, sadəcə isim yoxdur, elə deyilmi? Cənab Simpson kişi cinsidir və təkdədir. Buna görə də C və E variantları gedir. Çünki their cəmlik bildirir. Daha sonra your aunt, sənin xalanın, deməli, sənin xalan qadın cinsidir, ona hers demək lazımdır. Yəni yours demək olmaz. Ona görə də B variantı da gedir. A və D variantları içərisində bəs niyə A variantını seçmirik? Ona görə ki, boşluq deməli altından xətt çəkilmiş sözdən sonra isim gəlməyibdir. İsim gəlməyibdirsə her demək olmaz. Əgər burada özündən sonra isim gəlsəydi, ola bilərdi ki, her'ü seçərdik. Heç burada da himə görə seçmək olmur. Çünki burada yiyəlik əvəzliyi işlətmək lazımdır. Çünki apostrof s var. Buna görə doğru variant D variantı olacaqdır. 24-cü sualda necə olur? Deməli, 24-cü sualda mən baxıram ki, Bob işlənibdir. Və burada cümlənin ortasında olduğuna görə elə başdan mən B variantını silirəm. Yenə deyirəm, he adlı haldadır. Adlı hal cümlənin ortasında yox, əvvəlində işlənər. Çünki o mübtədamızdır. Və digər tərəfdə ask deyir. Ask soruşmaq, nə etmək? Feildir. Feildən sonra da obyekt gələr. Obyekt deyil A variantı. Ona görə A variantı da gedir. Ondan sonra isə her children, onun uşaqlarına. Yenə mən E variantını da siləcəm. Nəyə görə silirəm? Yenə C obyekt adlı haldadır. O yenə cümlənin sonunda işlənməz. Bircə dənə istisnamız sual cümləsidir ki, əgər sual cümləsi olsa, adlı hal cümlənin sonuna yazarıq. Amma qalan heç bir halda cümlənin sonuna
sonu yazılmaz. C və D variantları qalır. Digər tərəfdə yenə help işlənibdir. Help kömək etmək, nə etmək? Feildir. Feildən sonra obyekt gələr. Buna görə C variantını da çıxıram. Düzgün variant olur D variantı. Və gəlirəm 25-ci suala. Deməli, 25-ci sualda burada the waitress işlənibdir. Ümumiyyətlə siz əgər bir söz ESS ilə bitirsə, demək ki, bu qadın cinsidir və buna görə də qadın cinsidir deyə him variantını silirəm. Yəni B variantı gedir və bu söz təkdədir. Yadınızda saxlayın, sonu 2 dənə qoşa s ilə bitən sözlər heç vaxt cəm ola bilməz. Bu söz təkdədir. Təkdə olduğuna görə cəmcəmlik bildirir C variantı, eləcə də E variantı gedir. A və D variantı qalır. Daha sonra cümlənin sonuna baxıram. Burada for görürəm. For sözünüdür. Sözünü olanda obyekt al gələr. Obyekt alda it deyil, əlbəttə ki, itdir. Ona görə doğru variant olur A variantı. Və 26-cı sualda bu səfər waiterdir. Waiter təkdədir, görürük ki. Buna görə A variantı dem və C variantı dem gedir. Geriyə qalır B, D və E variantları. Waiter-də kişi cinsindədir. Qarson deməkdir. Kişi qarsondur. Yuxarıdakı qadın qarsonu idi. Aşağıda yazılan waiter isə kişi qarsondur. Ona görə her qadın cinsində çıxıram. Daha sonra burada bring görürəm. Bring gətirmək deməkdir. Nə etmək? Feildir. Feildən sonra obyekt al işlənər. Doğru variant olacaqdır E variantı. Və 27-ci suala gəlin baxaq. Burada boşluqdan sonra trousers-i görürəm. Trousers də cəmdədir. Cəmdə olduğuna görə A variantından dis gedir. Qalanları isə qalır. Və digər tərəfdə söhbət nədən gedirdi? Deyir ki, if you don't buy these trousers, əgər sən bu şalvarları almasan, mən alacağam. Yəni, nəyi? Şalvarları. Yəni, cəmlik var. Cəmlik var deyə C variantında it var deyə gedir. B, D və E variantları qalsın. Yenə deyirəm, C adlı haldadır. Adlı hal cümlənin sonunda işlənməz. Ona görə D və E variantları da gedir. B variantı da qalır. Bu cürdə tapmaq olardı ki, buy almaq nə etmək? Feildir. Feildən sonra obyekt al işlənər. Obyekt alda demdir. 28-ci sualda yenə eyni tiplidir. Scissors qayçılar cəmdədir. Cəmdə olduğuna görə E variantı zəc gedir. Yenə söhbət qayçılardan gedir. Yəni burada cəmlik var. Ona görə də itlər gedir. Yəni A və C variantı gedir. B və D variantları qalır. Yenə də cümlənin sonuna adlı hal yaza bilmirəm. B variantı gedir. Geriyə qalır D variantı. Və gəlirəm 29-cu suala. Deyir ki, St. James Park is famous for collection of other birds. Deməli, burada collection işlənibdir. Collection, kolleksiya deməkdir, isimdir. İsim olduğuna görə B variantı gedir, D variantı gedir. Qalanları qalsın. Burada söhbət nədən gedir? Müqəddəs James Parkından gedir. Yəni, söhbət parkdan gedir. Bu təkdədirmi? Bəli, təkdədir. Ona görə A variantı deyir, cəmlik bildirir deyə gedir. Və park cansızdır. Ona his demək olmaz. It's qalır. Doğru cavabımız E variantı. Və 30-cu suala gəlin baxaq. Burada scissors qayçılar deməkdir. Cəmdədir. Cəmdə olduğuna görə this və that gedir. Yəni, B, D və E variantları səhvdir. A və C variantları qalır. Burada ar işlənibdir. Yəni, demək ki, it ilə ar işlənə bilməyəcəyinə görə D ar işlənir və doğru cavab olacaqdır A variantı. Deyir, don't leave those scissors on the table, they are very sharp. O, qayçıları stolun üstünə qoyma, onlar çox itidirlər. 31-ci sualda burada trousers işlənibdir. Yenə cəmlik var, mən that və disi çıxıram. Yəni, A və C variantları gedir. Yenə söhbət nədən gedir? Yuxarıda trousersdən söhbəti dəyişə bilməz ki. Yəni, nədən danışıbsa, onun davamında bir cavab verər. Ona görə də cəmlik var deyə it də gedir. B variantı da gedir. İstəsəz tərcümə də eləyib taparsınız. Yəni, asan olsun deyə bu yolu deyirəm. D və E variantları qalır. Yenə cümlənin ortasında adlı hal yazmayacaq. D variantı doğrudur. Deməli, 32-ci sualda burada advice işlənib. Advice məsləhət deməkdir, isimdir və təkdədir. Təkdə olduğuna görə A, B variantları gedir. İsim olduğuna görə də E gedir. Çünki hörstdən sonra isim gəlməz. C və D variantları qalır. It will help demək olmaz. Çünki cümlənin artıq will işlənibsə, demək ki, özündən əvvəl adlı hal gəlməlidir. It's yox. Ona görə də doğru variant olacaqdır D variantı. 33-cü sualda burada guests görürəm. Qonaqlar deməkdir və cəmdədir gördüyümüz kimi.
kimi sonunda S var. Buna görə cəmdədir. Cəmdə olduğuna görə təkləri çıxıram. Yəni A, E variantları gedir. Digər tərəfdə də classes sonunda ES vardı. Bu da cəmdədir. It və it isə gedir. Doğru variantımız olur C variantı. Gəlirəm 34-cü suala. 34-də artıq burada ar işlənibdir. Cəmlik bildirir. Dis-lə iz olar, ar olmaz. Ona görə A gedir. D qalsın, C qalsın, B qalsın, C qalsın, D qalsın. Daha sonra E variantı da gedir. Z-ilə ar yox, iz olardı yenə də. Sonra cümlənin sonuna baxıram artıq. Cümlənin sonunda demişəm S hərfi ilə olanlar işlənir. Yəni B variantı və C variantı da gedir. Qalır cavabımız D variantı. Çünki isim yoxdur. Yordan və maydan sonra isim gələrdi. Ona görə doğru variant qalır D variantı. 35-ci sualda yenə ar gəlibdir. Ar cəmliyi bildirir. Cəm xəbərdir, cəmlə işlənir. Ona görə də 5 olanı çıxıram. Çünki dis-lə iz işlənər, dis-lə ar işlənə bilməz. 5 olan variantlar, yəni buradan D variantı və E variantı silinməlidir. Digər tərəfdə isə yenə boşluqdur, amma hər hansı bir isim yoxdur. İsim yoxdursa S ilə bitənləri seçirəm. S ilə bitənlər 1, 1-dədir, yox S ilə bitir, 1-də 4-dədir, his S ilə bitir. 1, 4 doğrudur, 2 və 3 səhvdir. Yəni A variantı doğrudur. Amma 2 ilə 3 niyə səhvdir? Oradan sonra isim gəlməli idi, amma boşluqdan sonra isim yoxdur deyə səhvdir. Eləcə də maydan sonra isim gəlməlidir, amma boşluqdan sonra o isim yoxdur. Gəlirəm 36-ya, yenə ar işlənibdir. Ar cəmlik bildirir, çünki cəm xəbərdir. Təklik bildirənləri silirəm. 4 gedir və 5 gedir. Baxaq görək belə çıxır cavab. A-da 4 var gedir, D-də 4 var, E-də 5 var, C-də 5 var. Cavab qalır 1 və 3. Bəs burada 2-də var idi axı. 2 niyə götürmədilər? Səbəb o ki, spectacles gəlibdir. Demək, bu isimdir. İsim olduğuna görə mine yazmaq olmaz. Mine'dan sonra isim işlənmir. Ona görə olmayacaqdır. Bunlar cümlənin müstəqil əvəzlikləridir. Yəni, müstəqildir, cümlənin sonunda işlənir. İsmə ehtiyacları yoxdur. Və 37-ci sualda mən burada wings görürəm. Qanadlar nə isimdir? İsim olduğuna görə B variantını silirəm. İt apostrof S-dən sonra isim gəlməz. C variantını silirəm. İtdən sonra isim gəlməz. E-də də bunun sonunda S-yı görürəm. Bilirəm ki, bundan da sonra isim gəlməz. A və D qalır. Yenə nə edirəm? Boşluqdan əvvələ baxıram. Qabağa cəm vardısa cavab their, təkdirsə cavab its olacaqdır. Baxıram ki, bird quş deməkdir. Təkdədir. Ona görə də its olmalıdır. Doğru variant A variantı. Deməli, 38-ci suala baxıram. You love the place with sunny weather. Demək, günəşli havası olan yeri sevəcəksən. Deməli, indi günəşli hava sifət gəlib, dalınca isim gəlibsə, biz ismi nəzərə alırıq. Demək ki, isim var burada. İsim varsa, A-da it olmaz, B-də A-bəsdən sonra isim gəlməz. Qalanları qalsın. Söhbət nədən gedir? Sən deyir, o yeri sevəcəksən. Demək ki, yerdən, cansızdan söhbət gedir. Cansıza his demək olmaz. Və o yerləri desəydi, cavab E olardı. Amma yerdə təkdədir axı, ona görə E də olmur. Doğru variant qalır D variantı. Gəlin 39-cu suala baxaq. 39-cu sualda. Deməli, buradan çıxartmaq biraz asandır. Gəlin house-dan başlayaq. House isimdir, ev deməkdir. Demək ki, isimdir. İsim olduğuna görə S ilə bitənləri silmək lazımdır. Yenə deyirəm, its və his istisnadır. 2-də A və S ilə bitir, özündən sonra isim gəlməz. 4-də mine. Mine-də burada bir istisnadır ki, S ilə bitənlər və mine-dən sonra isim gəlmir. Yəni, 2 və 4 silinir. Qalanları qalsın. Deməli, digər tərəfdə 2 və 4 silinəndə 1, 3, 5 belə bir variant varmı? Bəli, var. Ona görə də doğru variant olacaqdır A variantı. 40-cı suala baxaq. Yenə place vardı. Place yer deməkdir. Nə isimdir? İsim olanda his istisna və its istisna. Bütün S ilə bitənləri silirəm. Baxıram ki, burada theirs vardı. Ona görə 4 gedir. Yəni D variantı səhvdir, E variantı səhvdir. Digərləri qalır. Fikir versək, hamısında 3 var. 3 demək ki, doğrudur, götürüləcəkdir. Və digər tərəfdə cümləni görürəm, ortasında boşluq var. Yenə də deyirəm, adlı xal cümlənin ortasında işlənə bilmir. Ona görə 2 də səhvdir. Yəni A və B variantlar səhvdir. Doğru variant C variantı olacaqdır.
41-ci sualda belə də tapmaq olar ki, want istəmək, nə etmək, ondan sonra obyekt al gələr, they adlıqdır. Belə də they olan variantı silsək cavab çıxır. 41-ci sual çox şagird bunu qarışdırır. It apostrofes və itsin fərqi. Fərq nədir? Deməli, it necə işlənəcək? It ya özündən əvvəl feil gəlməlidir, ya da özündən sonra feil gəlməlidir. It apostrofesdən sonra en gəlməlidir və ya sifət gəlib dayanmalıdır. Yəni it apostrofes gəlsin, sonra sifət gəlsin, dalınca isim gəlsin, olmaz. Bu doğru olmur. Ya artikl olmalıdır, ya da sifətin özü olub dayanmalıdır. Itdən sonra isə ya birbaşa isim gəlməlidir, ya da ki sifət gəlməlidir, daha sonra isim gəlməlidir. Burada baxıram artiklı. Mən asan tapıram. Məsələn, artiklını gördüm. Demək ki, it apostrofes yazmalıyam. Yəni A və C variantları səhvdir. Geriyə qalır B, D və E variantları və digər tərəfdə leaves yarpaqlar birbaşa isim gəlibdir. Birbaşa isim gələndə it-s bitişik olanı yazırıq. Doğru variant B variantı olacaqdır. 42-ci sualda yenə ardı cəm xəbərdir. Cəm xəbər olduğuna görə təklik bildirənləri silirəm. Yəni A variantı zət təklik bildirir, gedir. D variantı diz təklik bildirir, gedir. Digər tərəfdə cümlənin sonuna düşübdür. Cümlənin sonunda yenə deyirəm ya sılar, ya da main olmalıdır. Doğru variant qalır E variantı. C olmur, ona görə ki, maydan sonra burada bir isim olmalı idi. B də olmur, yordan sonra yenə həmçinin bir isim olmalı idi. 43-cü sualda have you heard incitmisən? Yox, you işlənibdir burada. You işlənibsə ya yourself, ya da ki yourselves olmalıdır. Yəni doğru variant 3 və 4, yəni B variantı olacaqdır. 44-cü suala baxıram, yenə have you done etmisənmi? Yəni you işlənibdir. Yenə də ya yourself, ya da ki yourselves olmalıdır. Doğru variant olacaqdır 3 və 4, yəni B variantı və gəlirəm 45-ci suala. 45-ci sualda burada trousers işlənibdir. İsimdir və cəmdədir. Cəmdə olduğuna görə disi və buradakı disi silirəm. Yəni C və D variantlar silinir. Gəlirəm burada color işlənib. Color rəng deməkdir, isimdir. İsim olduğuna görə it apostrofesi silirəm. Geriyə qalır A və B. Bunun fərqi nədir? Birində it'sdir, birində deyirdi. Bunları da tapmaq çox asandır. Əgər əvvəldə, yəni boşluqdan əvvəldə cəmlikdən söhbət gedirsə, cavab deyir olacaqdır. Təklikdən söhbət gedirsə, cavab it's olacaqdır. Əvvəldə də söhbət trousers'dan gedir, yəni cəmlik var. Cəmlik olduğuna görə doğru cavabım olacaqdır B variantı. Və gələk 46-cı suala. Deməli, 46-cı sualda nədir? Deməli, burada qəsdən sizə variantda həm herself veriblər, həm də ki doğru olan itself-i veriblər. Necə seçəcək? Burada şeyi görüb, tez herself yazmağa ehtiyac yoxdur. Əgər not only vardısa, not only işlənibsə, eləcə də boss işlənibsə, bunlardan sonraya baxırıq. Yəni cümlədə şeyi görüb, tələsib herself yazmırıq. Not only-ni görürük və not only-dən sonraya baxıram. Nədən söhbət gedir? Dress, yəni dondan söhbət gedir, elə deyilmi? Don cansızdır. Ona görə də itself yazırıq. Yəni A, D variantları səhvdir. B, E və C variantları qalsın. Digər tərəfdə color işlənib. Color rəng deməkdir. Rəng nə? İsimdir. İsim olduğuna görə it də gedir. C ilə E qalır. Cəm varmı burada? Xeyr, yoxdur. Dress sözü təkdədir. Ona görə deyir də gedir. Doğru variant qalır C variantı. She liked not only the dress itself but also its color. O nəinki paltarın özünü, söhbət paltarın özündən gedir. Həmçinin onun rəngini bəyəndi, xoşladı və 47-ci suala gəlin baxaq. 47-ci sualda cümlədən çıxmır. Sadəcə bunlardan 1, 2, 3, 4-dən baxacaq. Görək necə çıxır. You ilə yourself olurmu? Əlbəttə ki olur. Bir doğrudur. She ilə yourself olurmu? Xeyr. She ilə herself olardı. Ona görə səhvdir. 3-də he, himself doğrudur. 4-də you, yourselves də olar, doğrudur. Və 5-də they ourselves demək olmaz. We ilə ourselves olardı. 5-də səhvdir. Doğru variant 1, 3 və 4, yəni D variantı olacaqdı. 48-ci sualda həmçinin you ilə yourself olar, 1 doğrudur. She ilə herself olar, 2 doğrudur. He ilə themselves yox, he ilə himself olardı, 3 səhvdir. 4-də we ourselves doğrudur və 5-də they himself yox, they themselves olardı. Doğru variant 1, 2, 4, yəni E variantı olacaqdı. 49-cu suala baxaq. Deməli, John couldn't make a decision
John qərar verə bilmədi özü. Demək ki, burada söhbət Johndan gedir. John da kişi cinsidir, himself olacaqdı. Ona görə A, B və D variantları silinir. C və E variantı qalır. Digər tərəfdə isə deməli boşluqdan sonra isim gəlibdir. Biz bilirik ki, help həm kömək deməkdir, həm kömək etmək deməkdir. Sadəcə feil cümlənin sonunda gələ bilməz ki, feil cümlənin nə olur? Xəbəri olur da. Ona görə bu isimdir. Həm də ki, burada bir feil var axı. Parents offered, his parents offered. Onun valideynləri təklif elədilər köməyi. Yəni burada isimdir. İsim olduğuna görə s ilə bitəni də silirəm. Doğru variant qalır C variantı. 50-ci sualda are var. Burada da ar var. Cəmlik. Hər ikisi cəm olmalıdır. A-da hər ikisi təhlikdir. Getdi. B-də zət var, getdi. C-də zis var, getdi. D-də zət var, getdi. Doğru variant qaldı. E variantı. Və salam. 51-ci sualda yenə burada xitab var. Vergülə mütləq fikir vermək lazımdır. Burada vergül olanda ya yourself ya da ki yourselves yazmaq lazımdır. Doğru variant B variantı. Əgər variantda yourselves olsaydı o da səhv olardı. Çünki Joseph təhlik bildirir. Ona görə də doğru variant B variantı. 52-ci sualda burada money işlənib. Money pul deməkdir, təhdədir. Təhdə olduğuna görə Z-ləri və Z-ləri çıxıram. Yəni A, B və C variantı gedir. Amma E variantındakı dem buna aid deyil. Təbii ki, o ikinci sözə uyğundur. Books isə cəmdədir. Sonunda S var. Buna görə də ikinci tərəf cəm olmalıdır. Yəni D variantında it's də təhlik bildirir. Getdi. Doğru variant oldu. E variantı. 53-cü sualda deməli guests liked both the city. Burada both var. Yenə də guest'i görüb götürüb deməli themselves yazmağa ehtiyac yoxdur. Both, not only və s. Bunlar olanda bunların yanındakına baxırıq. CD təhdədir və cansızdır. Buna görə də itself demək lazımdır. CDs olsaydı, bəli, cəmdə olsaydı themselves demək olardı. B və D variantları qalır. Yəni burada da people insanlar deməkdir, isimdir. İsimdirsə it's də olar, their də olar. Sadəcə söhbət cəmdən gedir, yoxsa təhdən? CD-dən söhbət getdiyinə görə təhdədir. Buna görə də their olmaz. Doğru variant olur B variantı. Gəlirəm 54-cü suala baxmağa. Deməli 54-cü sualda The Browns like the house because location allows to get to work earlier. Deməli burada location isimdir. İsim olduğuna görə A qalsın. B variantında itdən sonra isim gəlməz. C variantı deyir sonu s ilə bitir. İsim gəlməyəcəkdir. Ona görə səhvdir və D variantı D cümlənin 1 ortasında işlənməyəcək, 2 özündən sonra isim gəlməyəcəkdir, səhvdir və A və E variantları qalır. Digər tərəfdə isə burada allows işlənibdir. Allows qoymaq, icazə vermək, nə etmək feildir. Feildən sonra isə obyektal gəlməlidir. Zəm də obyektaldır, doğrudur. Bəs A variantı niyə olmur? Burada their işlənibdir. Özündən sonra isim gəlməli idi. Yəni boşluqdan sonra bax burada isim olsaydı their doğru variant ola bilərdi. Doğru variant olur E variantı. 54-cü suala gəlin baxaq. 54-cü sualda yenə not only işlənib. Yəni ayı görüb tez qaçıb myself yazmaq olmaz. Demək burada not only-dən sonraya baxırıq. Not only-dən sonra country gəlibdir. Country şəhər, kənd deməkdir. Kənd. Demək burada itself olmalıdır. Yəni C variantı, E variantı, B variantı səhvdir. A və D variantı qalır. Digər tərəfdə də people insanlar deməkdir. İsimdir. It apostrof S-dən sonra qəti olaraq isim gəlmir. Doğru variant olacaqdır A variantı. Deməli 56-cı sualda we admire not only the film, yenə burada we görüb ourselves yazmaq olmaz. A variantı səhvdir, E variantı səhvdir. Və filmə baxırıq. Film cansızdır, təhdədir. Buna görə itself olacaq. D də səhvdir. Films olsaydı, yəni cəmdə olsaydı D ola bilərdi. B və C variantı qalır. Music, musiqi deməkdir. İsimdir. İsim olduğuna görə it apostrof S-dən sonra isim gəlməz. Ona görə doğru variant olur B variantı. 57-ci sualda deyir düzgün variantı seçin. Gəlin yoxlayaq. She is very interested in Brazil and its history. Burada söhbət its history.
It's-dən sonra isim gələrmi? Bəli, gələr. History nədir? Tarix deməkdir. İsimdirmi? Bəli. Demək ki, 1 doğrudur. 2-də yenə it's gəlibdir. Daha sonra sifət, daha sonra yenə bir isim gəlibdir. Onun uzun boynu. Demək ki, bu doğrudur. It's-dən sonra ya birbaşa ismin özü gələr, ya da ki, sifət gələr, sifətdən sonra isim gələr. 3 niyə səhvdir? Deməli, burada it apostrof s işlənibdir. It apostrof s-dən sonra isim gəlməz. 4-də isə yenə it apostrof s gəlibdir, ondan sonra isim gəlməz və 5-də yenə it apostrof s gəlibdir, history tarix deməkdir, ondan sonra isim gəlməz. Yenə 58-ci sual buna bənzəyir. Burada it apostrof s my yazıbdır. Bəs nə it is my birthday today-in qısaldılmış forması it's yazıblar. Yəni it apostrof s-dən sonra my əvəzi gələrmi? Bəli, gələr. 1 doğrudur. 2 demək it's textile gəlibdir. Deməli, it's textile industry gəlibdir. It's-dən sonra isim gəlibdir. 2 doğrudur. Deməli, paltar sənayesindən söhbət gedir. Nə isimdir? Və üçüncüsündə it's legs olmalı idi. Yəni, leg qıçlar deməkdir, isimdir. İsim olduğuna görə it apostrof s olmaz. Və dördüncüsündə flowers güllər deməkdir, isimdir. İsim olduğuna görə it apostrof s olmaz. Və 5-də sights mənzərələr deməkdir. Nələr isimdir? It apostrof s olmaz. 59-cu suala gəlin baxaq. Burada let işlənibdir. Let qoyun, icazə verin, nə edin? Feildir. Feil olduğuna görə D-yi çıxıram, D variantı, hi çıxıram, B variantı və yenə D-yi çıxıram, C variantı gedir. Yəni A və E variantları qalır. Belə də yenə deyirəm, tapa bilərik ki, bunlar adlı xaldır. Adlı xalda cümlənin əvvəlində gəlir. Nöqtədə olur. A və E variantları qalır. Digər tərəfdə baxıram ki, room gəlibdir. Room otaq deməkdir. Nə isimdir? İsim olduğuna görə S ilə bitən bu deyirsi də çıxdım. Doğru variant olur E variantı. Və deməli burada 60-cı suala gəlin baxaq. 60-cı sualda yenə eyni qaydada let gəlibdir. Qoymaq icazə vermək, nə etmək? Adlı xalları çıxıram. B variantı və D variantı gedir. Digərləri qalsın. Guidebook işlənibdir. Bu isimdir. İsim olduğuna görə C variantından deyirsən sonra isim gəlməz. E variantı deyirsən sonra isim gəlməz. Doğru variant qalır A variantı. Və 61-ci sualda I've ironed the trousers. Mən deyir ki, şalvarları ütülədim. Do you want me to bring? Sən istəyirsən gətirim. Or you'll take boşluqlar. Biraz çətin görünə bilər. Amma söhbət nədən gedir? Şalvarlardan, cəmdədir. Cəmdə olduğuna görə A variantında it var gedir. B variantında it var gedir. Your ola bilməz. Nəyə görə olmur? Çünki yourdan sonra isim gəlməlidir. Amma burada, baxın, boşluqdan sonra düz burada isim yoxdur. Ona görə D və E variantları da gedir. Doğru variant olur C variantı. 62-də yenə eyni qayda. I wash the clothes. Mən paltarları yumuşam. Deməli, burada cəmdədir. Cəm olduğuna görə B-də it gedir. C variantı da yenə it gedir. Digər tərəfdə yenə isim yoxdur boşluqdan sonra. Buna görə də yourda gedir. D variantı və A variantı da gedir. Doğru variant qalır E variantı. Və 63-cü suala gəlin baxaq. 63-cü sualda advice işlənibdir. Məsləhət nə? İsimdir və təhdədir. Təhdə olduğuna görə A-da this və D variantında those gedir. Digərləri qalsın. Digər tərəfdə isə if you consider this advice to be useful, əgər sən bu məsləhətin faydalı olmağını hesab edirsənsə, you decide, sən anladırsan özünü. You yourself olmalıdır. Yəni E və B variantları da səhvdir. Doğru variant olur C variantı. 65-də deməli burada informationdur. Məlumat nə? İsimdir və təhdədir. A-da this və E-də those gedir. Qalan variantlar qalır. Digər tərəfdə isə deməli söhbət nədən gedir? Ona baxacağıq. Yox. Burada başqa cür. James, if you suppose this information to be useless, try to find out something. Burada əmr verir. Deyir ki, çalış özün tapasan nə isə. Deməli, əgər əmr cümləsidirsə, yəni cümlə feillə başlayırsa,
olacaqsa, bu zaman ya yourself ya da ki yourselves olar. Doğru variant yourself olan variant B variantıdır. Deyir, əgər sən, James, əgər sən bu məlumatın faydasız olduğunu hesab edirsən, çalış, özün tap nəsə. Demək, burada əmr var, sonlarda əmr var. Buna görə də yourself olacaqdır. 65-də yenə E artiklını görürəm və burada it apostrof S olmalıdır. Yəni A variantı, D variantı, E variantı səhvdir. Geriyə qalır B və C variantları. Digər tərəfdə isə architecture işlənib, memarlıq deməkdir. Nə isimdir? İsim olduğuna görə it apostrof S də gedir. Doğru variant qalır C variantı. 66-da da yenə E artiklını görürəm. E-ən fərqi yoxdur. Artikl görəndə it apostrof S yazırıq və ya it is də yazmaq olar. B variantını saxlayacağım indi. Çünki it is zaten it apostrof S-in uzun yazılan formasıdır. A variantı gedir, C variantı və D variantı silinir. Geriyə B və E variantı qalır. Smell qoxu deməkdir, i deməkdir. Nə isimdir? İsim olduğuna görə doğru variant olur E variantı. Çünki it apostrof S-dən sonra isim gəlməz. 67-ci sualda isə deməli, look over if you want to see where... Aha, bu çox asandır əslində. Necə asandır? Biraz çətin, qarma-qarışıq görünə bilər. Burada ar gəlibdir. Deyə ilə ar olur. Amma deyə ardan sonra necə isim gəlməlidir? Cəm isim gəlməlidir. Amma building cəmdədirmi? Xeyr. Təhdədir. Demək ki, bu deyə ar deyil, they are-dır. Ona görə A-dan ikinci tərəfdən deyə, C-dən yenə D-yə gedir. B-dən isə onsuz da there-dən sonra isim gəlməli idi. Geriyə qalır D və E variantları. Və D da gedir. Çünki there-dən sonra isim gəlməlidir. Amma burada isim yoxdur. Ona görə D də səhvdir. Doğru variant olur E variantı. Və 68-ci sualda. Deməli, bu sualda of olanda çalışın bunu tərcümə edəsiniz. Tərcümə edə bilmirsinizsə, altından xətt çəkilmiş söz of-la işlənibsə, of-dan əvvəlkinə baxın, design. Söhbət dizayndan gedir. The design of these dresses. Bu donların dizaynı. Dizayn təhdədir. Qəsdən donları cəmdə verib, dizaynı təhddə verib ki, siz arada qalasınız. Arada qalmayın. Of-dan əvvəlkinə baxın. Təhdədir. Ona görə A variantı, B və E variantları gedir. Geriyə qalır C və D variantları. Belong to məxsusdur deməkdir. Deməli, hers işlənməyəcək. Nəyə görə işlənmir onu da deyim. Burada to işlənibdir, məxsusdur. Hətta belə də deyə bilər, sual verin. Məxsusdur kimə? Demək ki, obyektalı olmalıdır. Həm də ki, belə tapmaq olar ki, özündən sonra obyektal gəlməlidir. Hers gedir, geriyə qalır cavabımız C variantı. Ona məxsusdur. Him də ona deməkdir. 69-cu sualda yenə the style of those shoes, bu ayaqqabıların stili, tərzi. Deməli, bu söhbət ayaqqabılardan yox, stildən, tərzdən gedir. Yəni, təhdədir. Təhddə olduğuna görə B-dən D, C-dən D gedir. A, D və E variantları qalır. Yenə də belong to işlənibdir. Özündən sonra obyektal gəlməlidir. Obyektal olaraq A variantı da gedir. D ilə E variantı qalır. Bəs him də obyektdir, zem də obyektdir. Niyə himi götürürük? Çünki bu təhdədir axı Steven. Təhdədir, ona görə cəmi götürmək olmaz. Doğru variant olur D variantı. 70-ci sualda necə olacaq? Yenə də we var, amma tez ourselves yazmaq olmaz. Burada not only-ni görürəm. Not only-dən sonra bilirəm ki, sonraya baxmaq lazımdır. Yəni, söhbət village kəndin özündən gedir. Kənddən söhbət getdiyinə görə, kənddə cansız olduğuna görə itself olacaq. Digər bütün variantları silirəm. A, E, C variantları silinir. Landscape işlənibdir. Landşaft, yəni isimdir. İsim olduğuna görə it də gedir. Doğru variant qalır D variantı və 71-ci sualda necə olacaq? Very difficult, çox çətindir. Görürəm isim varmı? Xeyr, yoxdur. İsim yoxdursa it's yazmaq olmaz. Yəni A variantı səhvdir, B variantı səhvdir. It apostrof S-dən sonra sifət gələ bilər. İkinci tərəfdə language dil deməkdir, isimdir. İsim olduğuna görə it yazmaq olmaz. Itdən sonra isim gəlmir, it apostrof S-dən sonra isim gəlmir və doğru variant olur C variantı. 72-ci sualda necə olacaq? Deməli, 72-də I love nature and try to protect. Deməli, deyir ki,
Burada tərcüməsiz əslində tapmaq olur. Protect qorumaq, müdafiə etmək, nə etmək feildir. Feildən sonra obyekt gələr. Obyekt itdir. It ya özündən əvvəl feil tələb edir, ya da özündən sonra. Ona görə A, B və C variantları silinir. Yəni gördünüz ki, feil gəlibdir. Feildən sonra boşluq vardı. Əgər boşluqdan sonra isim yoxdursa, cavab it olacaqdır. Sonra I think my gəlibdir. My mənim deməkdir, əvəzlikdir. Əvəzlik gələndə it's yox, it apostrof s yazırıq. I love nature and try to protect it. I think it is my duty. Deyir ki, mən təbiəti sevirəm və onu qorumağa çalışıram. Mən fikirləşirəm ki, o mənim vəzifəmdir. 73-cü sualda. Deməli, burada 2 nəfərdir. Jack and Jane 2 nəfərdir. Buna görə də D olmalıdır. Doğru variantlar qalır A, B, C və D və E variantları silinir. Bəs we niyə silirik? Yəni, we biz deməkdir. Bizdə də bir cəmlik var. Sadəcə olaraq sualda verib tapa bilər. Jack və Jane kim? Onlar cavab D olur demək ki. Həm də ki, ümumiyyətlə burada I and Jane olsaydı, we seçərdik. I olmalıdır burada mütləq. We seçmək üçün. Və geriyə qalır A, B, C variantları. Their niece onların bacı qızısına. Bacı qızısı təhdədir. Təhdədir deyə burada B variantı gedir. Zem cəmlik bildirir. Bacı qızısı qadın cinsidir. Him gedir. Doğru variant qalır A variantı. 74-də. Baxıram ki, burada people gəlibdir. Yəni, birbaşa isim var. İsim varsa it's yazırıq. Yəni, burada D variantı səhvdir, E variantı səhvdir. Digər tərəfdə advisable yazıbdır sifət. Baxıram ki, sifətdən sonra burada hər hansı bir isim yoxdur. İsim yoxdur, ancaq sifət vardırsa it apostrof s yazırıq. Yəni, it's yazmırıq. B-də gedir, A və C variantları qalır. Visit, ziyarət etmək, nə etmək, nəyi, onu. Yəni, visit özündən sonra obyekt tələb eləyir. C-də gedir, doğru variant qalır A variantı. Yenə də it özündən əvvəl nə gəlməlidir? Feil gəlməlidir. 75-də isə John and Anne, John və Anne günahlandırdı. Biri özlərini günahlandırar, bir də bizi günahlandırar. Doğru variant olacaqdır 2 ilə 4, yəni C variantı. 76-cı sualda necə olacaq? Yenə də I görüb myself yazmırıq. Not only vardı, özündən sonra perfume gəlibdir. Parfüm isimdir. İsim olduğuna və təkdə olduğuna görə, daha doğrusu cansız olduğuna görə itself yazırıq. A variantı, B variantı, E variantı gedir. C və D variantları qalır. Digər tərəfdə isə bottle, demək isimdir. İsim olduğuna görə it apostrof s olmaz. Çünki özündən sonra birbaşa isim gəlmir. Doğru variant qalır C variantı. 77-də. Deməli, these, that, those, these işarə əvəzliklərini yazanda hansına baxaq? Yəni, researchersə baxaq, yoxsa discovery-yə baxaq. Deməli, bunlar olanda, yəni işarə əvəzliklər this, that, those, these. Bunlar olanda düz yanındakına baxırıq. Yəni, birinci gələnə. Birinci nə gəlibdir? Researchers gəlibdir. Demək ki, bunun cəm olmağına baxırıq. Cəm olduğuna görə B və C variantları gedir. A, D və E variantları qalır. İkinci tərəfi yazanda, yəni tag questionda ikinci tərəfi yazanda apostrof s-dən sonraki sözə uyğun yazırıq. Yəni, ikinci tərəfdə deməli, necə olur? Discovery təkdədir, təkdə olan A ilə E gedir, doğru variant qalır D. Həm də ki, belə tapmaq olar ki, B ilə C-yi silmişdik. Hansı variantlar qaldı? A, D və E variantları qaldı. Baxın, A-da da ikinci tərəfi D idi, E-də də ikinci tərəfi D idi. Demək ki, ikisi də səhvdir də, ikisi də doğru cavab ola bilməz deyə. Doğru variant qalır D. İkinci tərəfində yazanda dediyim kimi apostrofdan və ya apostrof s-dən sonraki sözə baxırsınız. Discovery təkdə olduğuna görə it yazırıq. Əgər cəmdə olsaydı, discovery olsaydı, bəli, onda D yazmaq olardı. Deyir ki, gəlin tərcümə edeyim. These researchers discovery had a lot of advantages, didn't it? Deyir ki, bu araşdırmacıların kəşfinin çoxlu müsbət tərəfləri, avantajları var, elə deyilmi? Və 78-də burada nədir? Deməli, sites işlənibdir. Sites mənzərələr nə? İsimdir. Birbaşa isim gəlibdir. Buna görə D və E variantlarını çıxıram. Yenə də it apostrof s-dən sonra isim gəlmir. İkinci tərəfdə advisable işlənibdir. Məsləhətlidir. Necədir? Özündən sonra isim gəlməyib deyə ikisi də çıxıram.
B-də getdi. A və C variantı qaldı. C görmək deməkdir. Özündən sonra nə gələcək bəs? Bu səfər it yoxdur. It-də yazmaq olmur. Cavab qalır C. Niyə D-mi seçirik? Çünki söhbət sights-dan gedir, yəni mənzərələrdən. Deməli, buna görə də cəmdə olduğuna görə D-mi seçirik. Və 79-cu sualda, deməli burada children-ı görüb, vergülü görüb. Uzağı yourselves fikirləşərsiniz. Bir dənə də cavab seçməyəcək ki, 2 dənə cavab seçmək lazımdır, 2-dədir və ya 3 doğru olsaydı. Deməli, burada nəyə fikir veririk? Əgər cümlədə xitab vardısa, xitabdan sonra gələn bu cümlədə, bu xitabımız, xitabdan sonra bir dənə cümlə gəlibdir. Həmin bu cümlədə mübtəda vardısa, həmin mübtədaya uyğun cavab seçirik. Əgər mübtəda yoxdursa, xitaba uyğun cavab seçirik. Yəni necə? Bu cümlədə baxın, xitab var. Children vergül qoyubdur, bilirəm ki, xitabdır. Daha sonra yoxlayıram, görüm. Cümlədə mübtəda varmı? Var. My colleague, mənim iş yoldaşım. Deməli, mənim iş yoldaşım kim? Mübtədadır. Mübtəda olduğuna görə artıq mən xitabı bir kənara qoyuram. Ona baxmıram. Bu mübtədaya uyğun seçirəm. My colleague mənim iş yoldaşım deməkdir. Mənim iş yoldaşım qadın da ola bilər, kişi də ola bilər. Yəni həm himself ola bilər, həm də ki herself ola bilər. Doğru variant 1 və 3, yəni B variantı olacaqdır. 80-də necə olacaq? 80-ci sualda Alice apostrof S qoyub, sonra nephew yazıbdır. Bunu tərcümə ilə də tapa bilərsiniz. Ya da ki, sadəcə əzbərləyib, öyrənib, yadınızda saxlaya bilərsiniz ki, apostrof S-dən sonra gələn sözə uyğun yazmaq lazımdır. Mənim məsləhətim tərcümə ilə. Alice nephew, Alice'in bacı oğlusu və ya qardaş oğlusu. Yəni, söhbət artıq bilirəm ki, Alice-dən yox, Alice'in bacısının oğlundan gedir. Yəni, bacı oğlu olduğuna görə, kişi cinsi olduğuna görə A-dan she, C-dən she gedir. E-də gedir. Nəyə görə gedir? Çünki his-dən sonra ya isim gələr, ya da cümlənin sonunda işlənər. Amma put qoymaq deməkdir, nə etmək? Feildir. Feil olduğuna görə his işlənməz. Adlı xaldan sonra feil gəlir, yəni he-dən sonra. Daha sonra de spectacles işlənibdir. Bu söz də cəmdədir sonunda. Gördüyümüz kimi S var, cəmdə olduğuna görə it də gedir. Doğru variant qalır D variantı. Və 81-ci sualda nəhayət ki, Sophie's cousin, yenə də ya apostrof S-dən sonraya baxacağınızı əzbərləyin, ya da ki, tərcümə Sophie'nin kuzeni. İndi məsələ budur ki, Sophie'nin kuzeni həm qadın ola bilər, həm də kişi ola bilər. Gəlirəm buradan took, deməli, götürmək deməkdir, nə etmək feildir. Hizdən sonra feil gəlməz, ona görə E variantı gedir. Qalanlarında baxıram ki, it, hamısı eyni qəlibdən təhlik bildirir də. Yəni, C düzdürsə, onda D niyə səhvdir ki? Elə deyilmi? Demək ki, bunlar səhvdir də. Daha sonra belə də tapmasanız, gəlirsiniz scissors, ən daha asan yol. Scissors cəmdədir, cəmdə olduğuna görə bütün itləri silirik. Yəni, A, C və D variantları gedir, geriyə qalır B variantı. Bu qədər, sağ olun.